Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Sizə Padmayak bir dənə mənzil təqdim edəcəm. 1 kvadrat metrəsi düşür 1164 manata. Yəni bugünkü gün bilirsiniz ki, standart satış 1400-1500 manatlı Padmayaklar mərkəzdən gedir söhbət Xırdalanda. Elə bazar qiymətindən hardasa elə belə hesablayanda 21.000 manat qabaqsız. Bu bir. Keçək ikinci məsələyə. İkinci məsələ nədir? Bax, bura giriş hissəsidir. Çöl qapısı dəyişlənib. Bax, tok işləri görülüb. Ara kəsmələr işləri görülübdür. Plus şkaturu da millə-mil vurulub. Sonra canım sizə desin. İsti pol çəkilib. Opşi, ümumi isti polu çəkilib. Görürsünüz, bax, burada göstərim belə. İzolyasiyasına kimi hamısı olunubdur. Beton da tökülübdür. Yəni, bunlar da hamısı əlavə puldur. Yəni, görürsünüz, kanalizasiya xəttinə kimi hamısı da, onlar da o işlərdə görünübdür. Baxın, bunlar hamısı göstərir. Tam yaşayışlı binadır. Parka yaxın bir ərazidədir. Yaşayışlı binadır, canım sizə desin. Bax, kollektor sisteminə kimi hamısı çəkilib. Bunları da əlavə hesablayanda bazar qiymətindən hardasa 5-6 mində belə bu işləri görsən 25-26 min qabağa düşürsünüz. Bura mətbəx hissəsidir, hörmətli izləyicilər. 4 otağa düzəlib, istəsəniz özünüz də yəni pericelk eləyə bilərsiniz. Bura bir yataq otağıdır. Yəni buradan bölünəcək. Pəncərə, o balaca pəncərə düşür bu otağa. Sanitar qovşaqları, hamamla ayaq yolsu ayrı-ayrılıqdadır. Su çəninə də qoyulubdur. Bura hamam otağıdır. Girişi göstərdik. Bax, tok xətləri də hamısı bax belə göydən çəkilib. Görürsünüz. Bura bir yataq otağıdır. Böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Bura qonaq otağıdır, hörmətli izləyicilər. Burada bax, çöl pəncərəsi də dəyişilən. Bax, görürsən, hamısında ağ olur. Karişli belə pəncərələrdən qoyulubdur. Göstərin, bax, park elə bu hissədədir. Parka piyada 5-6 dəqiqəlik məsələ. Bura balkon hissəsidir. Burada da balaca bir ceski otaq düzəlibdir. Burada pəncərə üçün yerdə qoyulubdur, gördüyünüz kimi. Buranı istəsəniz elə buradan da bağlayıb pəncərə də eləyə bilərsiniz, ya da qapı qoya bilərsiniz. Elə bir ki, bu otaqdan balkonda da çıxış olsun. Yəni ki, soyuq kuzda necə deyərlər. Əlaqə nömrəsi profildədir. Ya bu mənzili əldən buraxmayın. 7 mərtəbəli bina, 6-cı mərtəbəsindədir. Küçəsi də enlidir, hörmətli izləyicilər. Məhəllənin qabağında göstərin. Təzə bazarın düz yanı. Parkla arası dediyim kimi 5-10 dəqiqəlik məsafədədir. Gəlirsiniz, baxırsınız, lifti də var, tam yaşayışlı binadır. Kupçada maksimum 2 aya veriləcək. Binanın kupçası alınıbdır. Əlaqə nömrəsi profildədir. Kim üçün maraqlı olsa bizlə əlaqə saxlasın. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.